Bir ovuc qara kişmiş bizim sağlamlığımıza necə təsir göstərir? Araşdırmalar göstərir ki, qara kişmiş yalnız dadlı yox, eyni zamanda min bir dərdin dərmanıdır. Belə ki, onun tərkibindəki antioksidantlar, dəmir, kalium liflərin sayəsində qanı çoxaldır, damaq və diş sağlamlığını qoruyur, beynin funksiyasını gücləndirir, bağırsaq sistemini tənzimləyir və ən əsası immuniteti artırır. Elə buna görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Respublikamızda maraqlı bir pilot layihəyə start verib. 2 ay ərzində seçilmiş məktəblərdə şagirdlərə hər gün müəyyən miqdarda qara kişmiş veriləcək. Layihənin məqsədi uşaqların qidalanma vərdişlərini yaxşılaşdırmaq və eyni zamanda sağlamlıq göstəricilərini müşahidə etməkdir. Bu, həm milli qida təhlükəsizliyi sahəsində atılan ilk addımlardandır, həm də gələcək nəsillərin rifahına yönəlik önəmli təcrübədir. Bəs sizcə